Salam dəyərli izləyicilər, bugünkü dərsimizin mövzusu elektron hesablayıcı maşınları, onların yaranma tarixi və inkişaf mərhələləridir. İlk hesablama vasitəsi olaraq insanlar saymaq üçün eyni tipli əşyalardan istifadə etmişlər. İlk hesablayıcı kimi Romada əlin barmaqlarına istifadə edirdilər. Bizim eradan əvvəl 4-cü 5-ci əsrlərdə ən qədim hesablama vasitəsi Yunanlıların abak adlandırdığı salamin lövhəsi yaradılmışdır. İlk dəfə olaraq məşhur fransız alimi Blaise Pascal 1642-ci ildə onluq ədədləri toplayan cəmləyici maşını hazırlamışdır. 1673-cü ildə isə Wilhelm Leibniz hesab əməllərini, yəni toplamanı, çıxmanı, vurmanı və bölməni yerinə yetirən mexaniki aritmometr yaratmışdır. 1830-cu ildə İngilis riyaziyyatçısı Charles Babbage proqramla işləyən, yəni insanın iştirakı olmadan hesablama aparan analitik maşın yaratmağa cəhd göstərdi. İlk dəfə olaraq Ada Lovelace proqramlaşdırmanın nəzər əsaslarını vermişdir və o, tarixə ilk proqramçı kimi düşmüşdür. Yaddaşla və proqramla idarə olunan universal kompüterlərin yaradılmasının nəzər əsasları 1930-cu ildə Turing və Post tərəfindən inkişaf etdirildi. 1943-cü ildə Babbage'in layihəsi əsasında Amerika alimləri John von Neumann, Goldstein və Beris müasir kompüterlərin iş prinsipini vermişdirlər. Bu nəzər əsasların praktiki reallaşdırılması isə ilk dəfə olaraq 1946-cı ildə ABŞ-da elektron lampalı elementlərdən qurulan ENIAC adlı universal kompüterin yaradılması ilə həyata keçirildi. Quraşdırılmasına təxminən $500 milyon sərf olunan bu kompüterin çəkisi 28 ton idi və 140 kilovat enerji tələb edirdi. Hesablama maşınları 4 nəslə bölünür. Birinci nəsil, yəni bu nəsil ehimlərin element bazası elektron lampalar olmuşdur. Saniyədə bir neçə 10 min əməliyyat yerinə yetirirdilər. Bu nəsil kompüterlərin iş etibarlılığı, iş sürəti aşağı idi. Yalnız riyazi hesablamanı yerinə yetirirdilər. Bu nəsil kompüterlərin ölçüləri çox böyük idi və tez sıradan çıxırdılar. Bu nəsil kompüterlərdə informasiyanın daxil və xaric edilməsi üçün perfo kartlardan istifadə olunurdu. İkinci nəsildə isə, yəni bu nəsil elektron hesablayıcı maşınlarının element bazası tranzistorlar olmuşdur. Bir saniyədə milyon əməliyyat yerinə yetirirdilər. İş etibarlılığı, yaddaşı, sürəti nisbətən yüksək idi. Daha yüksək əməli yaddaşa malik idilər. Daha sonra 3-cü nəsildən danışaq. 3-cü nəsildə, bu nəsildə yəni elektron hesablayıcı maşınlarının element bazası integral sxemlər və mikroelektrotexnika elementləri olmuşdur. Bir saniyədə 10 milyonlarla əməliyyat yerinə yetirirdilər. İntegral sxemlərin tətbiqi elektron hesablayıcı maşınlarının inkişafında böyük dəyişikliyə səbəb oldu. Daha sonra əməliyyat sistemlərindən, klaviaturadan və monitordan istifadə olunması ilk dəfə bu nəsildən başlanmışdır. Bu maşınların əməliyyat sistemlərində sual-cavab, vaxtın bölünməsi və s. kimi müxtəlif rejimlərdən istifadə edilirdi. Daha sonra 4-cü nəsil 1981-ci ildən hazırki dövrə qədər olan müddəti əhatə eləyirdi. Element bazası böyük və çox böyük integral sxemlər idi. Yəni BIS və CBIS və ya mikroprosesorlar olmuşdur. Bu nəsil kompüterlər ölçülərinə görə mikrokompüterlər adlanırdı. Bu kompüterlərin iş etibarlılığı, yaddaşı və iş sürəti çox yüksək idi. Yəni yaddaş tutumu da, iş sürəti də və etibarlılığı da çox yüksək idi. Bu nəsil elektron hesablayıcı maşınlarının ölçüləri və çəkiləri hiss olunacaq dərəcədə kiçilmişdi. Yəni get-gedə kiçik olurdu. Bu nəsil üçün xarakteristik cəhət mikrokompüterlərin, fərdi kompüterlərin bu nəslə aid olması idi. Əvvəlki nəsil kompüterlərdə əməli yaddaş əsasən maqnit nüvələrində qurulurdu. Bu nəsildə isə əməli yaddaş integral sxemlərdə qurulmuşdur. 5-ci nəsildə isə daha miniatür elementlər əsasında yaradılmış bu kompüterlər bugünün və gələcəyin kompüterləri adlanır. Bu kompüterlər süni intellekt sistemləri əsasında biliklər bazası ilə işləmək, istifadəçi ilə nitq və görmək interfeysinin yaradılması və s. kimi tələblərə cavab verməlidirlər. 6-cı nəsildə isə, yəni ən sonuncu nəsildə neyrokompüterlərin yaradılmasına əsaslanır.
Neyrokompüterlər real neyronların əsas xassələrini modelləşdirən neyron şəbəkəsi əsasında təşkil olunur. Hal-hazırda bio və ya opto elementlərindən istifadə olunmaqla uyğun olaraq bioloji və ya optik neyrokompüterlərin yaradılması üzərində işlənilir və bütün bunlar günümüzdə robototexnikada geniş şəkildə tətbiq olunur. Bugünkü dərsimiz bura qədər. Sağ olun, sağlıqla qalın.